Qaraca çoban yekə bir ağaca bağladı. Dedi ki, çoban acmamış, qarnın acmamış, səni qurquş yeməmiş, ağacı qopardı. Və mindi öz qonur altına getdik. Bir də belə baxanda gördü ki, o həmin bu çoban bir dəfə, iki dəfə silkələndi, belinə atdı ağacı, başladı gəlməyə ardıyca. Aya, soruşur ki bundan, sən hara gəlirsən? Bu da deyir ki, qəşəng bir cavab verir Qaraca çoban. Sən deyir, birdən düşmənlə döyüşərsən, acıyarsan, acıyarsan, mən sənin üçün yemək pişirərəm. Bu Qazan xana xoş gəlir, düşür, baxın, maraqlı burada bir gülməli bir məsələdir. Düşür atdan, gəlir bunun əlin ayağını açır, ağaca bağlamış daxil və alnından da maç eləyir. Həqiqətən belədir, kitabda da oxuyarsınız. Alnından da maç eləyir Qaraca çobanı, deyir bir yerdə gedə bilərik. Bunlar getməkdə, Şöklü Bəliyin üzərindən getməkdə olsun, sizə kimdən xəbər verib Şöklü Bəlikdən.